Sözü verək o gözəl məclisin baş təşkilatçısı, çox əziyyətli bir işin məsuliyyətçisi, İmam Zaman Əccəlallahu Teala Fərəcəhu Şərif adına olan Essen mərkəzinin rəhbəri Hacı Cavud qardaşımıza inşallah o da buyursunuz, təbrikini desin, səlamətçiliyinə salavat zikirlərini. Bismillahirrahmanirrahim. Əziz müminlər, müminələr, bacılar, qardaşlar, ustadlar, değerli ustadlar, mən ilk öncə sizin qarşınızda söz dediğim üçün üzr istəyirəm. İnşallah protokol qaydı olaraq Almanya İmam Zaman Mərkəzinin təşkil elədiyi İmam Zaman Əleyhisselamın mövlud proqramına gəlmək münasibətilə hər birinizi təşəkkür edirik. Bu gözəl bayram günündə hər birinizə mübarək olsun deyirik və bizim əsas təbriklərimiz zamanənin sahibinin özünədir və onun layiqli, dəyərli nümayəndəsi Seyyid-Əli Ayətullah Üzma Seyyid-Əli Xamneyi cənablarınadır, bütün məraciyədir, Əhl-i Beyt dostlarınadır. Bu acizane təbriklərimizi inşallah qəbul edərlər. Mən öncə istəyirəm ki, bir xahiş edirəm, çöldə olan qardaşlar hamısı gəlsinlər, yerlər var. Məclisimiz biraz da nurani olsun. Bu bir neçə dəqiqədə ki, mən sizin zamanınızı alacağım, fikirləşdim, nə danışım ki, faydalı olsun. Gördüm ki, elə bir şəxsiyyət haqqında zamanənin sonuncu ilahi hüccəti haqqında danışmaq mənim nə ləyaqətim çatar, nə elmim çatar, nə mədəniyyətim çatar və bu qərara gəldim ki, elə zamanənin sahibini onun öz ləyaqətli nümayəndəsinin dili ilə tanılar. Bir neçə dəqiqə İmam-ı Zamanın haqqında və Məhdəviyyət nəzəriyyəsi haqqında, Məhdəviyyət düşüncəsi haqqında Ayətullah Üzma Seyyid-Əli Xamneyi cənablarının fikirlərini mən istədim bir vasitəçi olan, bu mənim sözlərim olmasın. İstədim ki, o böyük rəhbərin sözlərini sizə bir çatdıram ki, ağa İmam-ı Zaman haqqında belə deyil, belə buyurur. Rəhbərin birinci sözü budur ki, İmam-ı Zaman canlı, real rəhbərdir, sonuncu ilahi hüccətdir. Biz bəzən deyirik ki, hələ İmam-ı Zaman gələcək. Əşələ bu gələcəkdə aid olan şeydir. Bu gün yoxdur. Yəni İmam-ı Zaman gələcək, bu o deməkdir ki, bu gün yoxdur. Amma böyük rəhbərimiz deyir ki, İmam-ı Zaman indiki real vəziyyətdə müsəlman dünyasının, ümumiyyətlə dünyanın rəhbəridir. Onu gələcəkləri kimi qəbul eləməyin. Biz yerə İmam-ı Zamanı hazır bilək. İmam-ı Zaman necə ki başqa imamların dövründə o dövrün yaşayanları, müasirləri o imamı bilirdilər, filan imam var və ondan bəzi təmasları olurdu və s. Eyni həmən formadadır. Amma bir dənə məsələ fərq ondadır ki, biz ki bu 14 məsumun qədrini bilmədik, biz ki 14 məsumun dəyərini bilmədik, Allah dedi, mən neməti alaram səndən. İndi əvvəl hər kəs neməti görürdü, ondan tamasa keçirdi. Ama Allah dedi, indi sonuncu hüccətimi mən qeybə çəkərəm. O insanlar ki, qəlblərini islah eləməyiblər, onlar görə bilməzlər. Bəs İmam-ı Zaman hər vaxt hazırdır. İkincisi, mətləb zuhur haqqında ki, biz danışırıq. Zuhur deyəndə bir passiv gözləməkdir. Rəhbər deyir ki, zuhur pasif gözləməkdir. Zuhurun hazırlığı
üç mərhələdə rəhbər bəyan edir. Birinci, ədalətsizliyə qarşı. Əgər biz ki, iddia edirik, biz zuhur gözləyirik, İmam-ı Zamanı gözləyirik, bu gözləmənin birinci şərti ədalətsizliyə qarşı durmalıdır. Əgər bir adam nə qədər İmam-ı Zaman deyir, namazı yer orucu yerində, amma ədalətsizliyə qarşı bir kəlmədə dinmir, sakitdir, laldır, o mümindir, müsəlmandır, amma İmam-ı Zamanı gözləyənlərdəndir. İkinci, zalıma boyun əyməməyi. Zuhurun ikinci əlaməti zalime boyun əymir. Zalimə boyun əyən adam o deyə bilməz ki, mən İmam-ı Zamanın müntəziriyəm, onu gözləyirəm. Üçüncü, cəmiyyətdə mənəvi və əxlaqi cəhətdən cəmiyyətin islahına çalışmaq. Yaşadığımız cəmiyyətdə mənə nə mən namaz qıldım, oruç tutdum, getdi, olmur belə. Mənə nə kimləri həbs elədilər, mənə nə kimlərin başına nə oynaşdılar, mənə nə patı payladılar, ondan sonra nə fəsad yarattılar, mənə nə olmur. Əgər biz İmam-ı Zamanın zuhurunu gözləyiriksə, gərək cəmiyyətimizdə islahat aparar, mənəvi və əxlaqi. Bunun üçün də islahat aparmaq deməklə gərək birinci özümüzü islah edək. Biz özümüzdə islahatı başlamalıyıq. Özümüz bu işlərdən başlamalıyıq ki, cəmiyyət formalaşsın. Sonra üçüncü mətləb rəhbər deyir ki, İmam-ı Zamanın əskəri olmaq. Bilirsiniz, indi buradan kimi durursun, dedim, mən istəyirəm İmam-ı Zaman əskəri olan, bir-birimizi dua edəndə. Amma böyük rəhbərimiz İmam-ı Zamanın əskəri olmaq üçün bəzi qaydalar qoyur. Nələrdir onlar? Onlardan birincisi budur ki, fədakarlıq. İmam-ı Zaman əskəri gərək fədakar olar. Əgər İmam-ı Zaman əskəri zamanından keçə bilmirsə, 20 kilometr yolu gedib İmam Zaman mərkəzində cümə günləri gedə bilmirsə, Əhl-i Beyt məscidi var, məsələn, Gerçenkeşində, ondan o tərəfə, çölündə, ondan o tərəfə məscidlərimiz çoxdur. 20 dəqiqəlik vaxtı sərf edib, gedib orada cəmiyyətə qoşulmursa, o zaman o fədakarlıq eləmirsə, necə İmam Zaman əskəri olacaq? İmam Zaman əskəri belə kağızın içində konfet qoyur ki, paylayar. Gerek bunu kazanar. Birinci fədakarlıqdır. İkinci, hakkın yolunda səbr eləmək. Hak yolunda səbr eləmək İmam Zaman əskərinin ən ümdə vəzifələrindən də biri İmam Zamanın deməli əskəri olmalıdır. Dördüncü mətləb, bəzi şeyləri mən ixtisar elədim. Gördüm ki, çox vaxt gedik, onu görə ixtisar elədim. İmam-ı Zamanın inancı. Bu önemli bir məsələdir. Məsələn, bizim çoxumuz Məhdəviyyət inancını qəbul edirik. Biz Məhdəviyyət inancı ilə yaşayırıq. Əqidəmiz Məhdəviyyətdir. Amma bu deyilə necə olur? Böyük və əzəmətli rəhbərimiz bunu izah edir. Məhdəviyyət inancı deyəndə biz nəyi başa düşməliyik və necə olmalıdır? Məhdəviyyət inancı birinci məsuliyyətdən keçir. Dedim ki, bu sözlər mənimdir. Mən böyük rəhbərimizin sözləri sizə çatdırıram, bir vasitəçi oluram. Rəhbər buyurur ki, əgər sən istəyirsən İmam-ı Məhdi inancı ilə yaşayasan, birinci məsuliyyətli olasan. Çox önəmlidir cəmiyyətimizdə, ən böyük problemlərdən biridir. Danışırıq, qardaş, sabah saat 8-də görüşəcəyik. Saat 8-də gəlirik, qapı bağlı, zəng edirik, haradasan, hələ mən yatmışam. Sonra da deyir ki, mən İmam-ı Zaman inancı ilə yaşayıram. Onda nə olur? Onda düşmən də öz işini görür də. Məsuliyyət çox önəmlidir. İkinci məsələ, məsuliyyət yerində ikinci məsələ. Boş xəyallarla olmur. İmam Zaman inancı xəyal deyil. Məsələn, mən İmam Zaman inancı ilə yaşayıram, bunu bir xəyal edəyəsən, yox. Bu inanc özü nə yaradır insanda? Ədalətli olmaq, təqvalı olmaq və fəal olmağı yaradır. Bax, İmam-ı Zamanın inancının 3 dənə xüsusiyyəti var. Hər
kəsdə bu xüsusiyyətlər varsa, deməli o inancı yaşayır. Məsuliyyətli olmaq xəyali yox, real, ədalətli, imanlı, təqvalı və fəal. Bu inancın nəticəsidir. İnanc buna üzürdür verir. Və mən sonda bir dənə söz demək istəyirəm, üzürdür bizim ustadlar böylər, bir dənə söz demək istəyirəm, rəhbər haqqında, Ayətullah Üzmaz Seyyid Əli Xameneyi haqqında. Əzizlər, bir ölkənin prezidenti var, ya baş naziri var, ya böyüyü var, ya indi kimsə idarə edir. Biz elə əgər rəhbəri Seyyid Əli Xameneyini bu günün ən ciddi mövzularından da onu tanıdamamışıq, özümüz tanıya bilməmişik. Biz elə bilirik ki, Seyyid Əli Xameneyi bir dənə ölkənin prezidentidir. Yox. Bir dənə ölkənin rəhbəridir. Yox. Bu prezident, baş nazir, rəhbər, bunlar çox kiçik məqamlardılar. Seyyid Əli Xameneyi tövhidə gedən nübüvvət, peyğəmbərlik, risalət, imamət, vilayət yolunun hazırki rəhbəridir. Allah inşallah bizim İmam-ı Zamanın layiqli əsgərlərindən qərar versin. Allah bizim bu məclisə, bu millətə, bu insanlara, bu cəmiyyətə bərəkət versin. Qürbət yerdə, qərib yerdə, bərək dedim, qərib yerdə mən əvvəl elə bilirdim ki, qəribəm mən. Amma bugün anladım ki, yox, mən məzlum ola bilərəm, hamımız məzlum ola bilərik, qərib ola bilmərik. Niyə? Çünki bizim 12 dənə, 14 dənə məsum öndərimiz var. Bir dənə əqidənin, bir dənə xarab öndəri olur, onun haqqında nələr eləyirlər. Amma bizim 14 dənə məsum, günahsız, təmiz, pak öndərimiz var. Ona görə biz qərib deyilik, biz məzlum ola bilərik. İnşallah Allah bizi o məsumları dərk edənlərdən qərar versin. Hər birinizə təşəkkür edirəm. Biz burada məclis İmam-ı Zamanın məclisidir. Biz sizin xidmətçilərinizi, nökərlərinizi əllərinizdən öpürük İmam-ı Zamanın məclisinə gəlmişsiniz. İnşallah mükafatı da İmam-ı Zaman özü verəcək. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.